Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizinlə kimya 8-ci sinif iş dəftərindən ion rabitəsi mövzusunda olan tapşırıqların izahını bölüşəcəm. İlk suala diqqət yetirək. A variantında bildirilir ki, ion rabitəsi nədir? İon rabitəsi dediyimiz kimi metal və qeyri-metal atomları arasında elektrostatik qüvvələrin təsiri nəticəsində yaranan rabitədir. Və ion rabitəsi zamanı, ion rabitəsi yaranan zaman metallar elektron verir, katyona çevrilirlər. Qeyri-metallar isə elektron alır, anyona çevrilirlər. B variantında deyir ki, bir nümunə üzərində ion rabitəsinin necə yarandığını sözlərlə izah et. Deməli, məsələn, mən yazıram ki, natrium xlorda ion rabitəsi necə yaranır, onun izahını verməyə çalışacağam. Natriumun elektron konfiqurasiyası sıra nömrəsi 11-dir. 1s2, 2s2, 2p6, 3s1 və deməli elektron ion rabitə yaranan zaman natrium metaldır, elektronunu verir. Bu 1 elektronunu verir və xarici elektron təbəqəsində 8 elektron əmələ gəlir. Yəni 8 elektron olur. 3s1 elektron konfiqurasiyası 1s2, 2s2, 2p6 və deməli 1 elektron verdiyinə görə natrium necə yüklənir? Natrium müsbət. Deməli, rabitə yaranan zaman ion rabitə natrium xarici energetik səviyyəsində olan 1 elektronunu verdi və xarici energetik təbəqəsi oktet qaydasına əsasən 8-ə tamamlandı və bu zaman müsbət yüklənərək katyona çevrildi. Xlor isə elektron konfiqurasiyası sıra nömrəsi 17-dir. 1s2, 2s2, 2p6, 3s2, 3p5 kimidir. Həmin o natriumun verdiyi 1 elektronu alaraq elektron konfiqurasiyasını 1s2, 2s2, 2p6, 3s2 və 3p6-ya tamamladı. Yəni xlor elektronunu, deməli natrium elektronunu verdi. Xlor isə 1 elektron alaraq mənfi yükləndi, anyona çevrildi. C variantına diqqət yetirək. Maqnezium, kükürt, kalium, brom elementlərinin hansıları arasında ion rabitəsi əmələ gələr? Cavabınızı əsaslandırın. Biz dedik ki, ion rabitə metal və qeyri-metal atomları arasında yaranır. Məsələn, maqneziumla kükürt arasında yarana bilər. Biri metal, digəri qeyri-metal. Kaliumla brom arasında yarana bilər. Məsələn, maqneziumla brom arasında yarana bilər. Və yaxud da kaliumla kükürt arasında yarana bilər. Yəni metal, qeyri-metal olanları seçməliyik. Desək ki, kükürdlə brom arasında xeyr yarana bilməz, çünki hər ikisi qeyri-metaldır. Metal və qeyri-metal olmalıdır. İkinci suala diqqət edək. İfadələrin düzgün və səhv olduğunu müəyyən edəcək. İon rabitəsi metallar arasında yaranır. Xeyr, səhvdir. İon rabitəsi metallar və qeyri-metal atomları arasında yaranır. B-də deyir, ion rabitəsi yaranan zaman metallar elektron verir, qeyri-metallar elektron alır. Bəli, doğrudur. C variantı metallar rabitə əmələ gəldikdə katyon olur. Rabitə əmələ gətirdikdə bəli, doğrudur. Müsbət yüklü iona çevrilir ki, müsbət yüklü ionlar da katyon adlanır. D variantı qeyri-metallar ion rabitəsi əmələ gətirdikdə anion olur. Bəli, doğrudur. Qeyri-metallar rabitə əmələ gətirdikdə mənfi yüklü ionlara çevrilirlər. Bunlar da anion adlanır. Y variantı ion rabitəsi yaranan zaman metallar elektron alaraq xarici təbəqəsini qazların xarici təbəqəsinə bənzədir. Burada doğruluq var ki, xarici təbəqəni təsirsiz qazların xarici təbəqəsinə bənzədirlər. Amma elektron verərək, alaraq yox. Ona görə də bu müddət səhvdir. F variantında mənfi və müsbət yüklü ionların qarşılıqlı cazibəsi ilə ion rabitəsi yaranır. Bəli, doğrudur. Yəni anion və katyonların. Daha sonra keçək 3-cü suala. 3-cü sualda bizə kalsium, xlor 2 birləşməsində ion rabitəsinin əmələ gəlməsi üçün cədvəli tamamlamağımız tələb olunur. Elektron verən atomun tam elektron formulu. Elektron verən burada nədir? Metallar elektron verir. Metalın da sıra nömrəsi 20-dir, kalsiumun. Ona görə də yazıram 1s2, 2s2, 2p6, 3s4, 10, 3s2, 3p6, 4s2 sıra nömrəsi 20-yə tamamlandı. Və bu elektron verən atomun tam elektron formulu idi. Daha sonra deyir ki, katyonun tam elektron formulu. Kalsium xarici energetik təbəqəsində olan 2 elektronunu verir, xarici təbəqə 8-ə tamamlanır. 2 elektronunu verirsə necə yüklənir? Kalsium 2 müsbət və 2 elektron verdikdən sonra elektron konfiqurasiyası necə olur? 1s2, 2s2, 2p6, 3s2, 3p6. Xarici energetik səviyyədə olan bu S2-ci
2 elektronlar deməli verilir. Elektron konfigurasiya belə tamamlanır. Daha sonra deyir ki, elektron alan atomun tam elektron formulu. Xlorun elektron konfigurasiyası sıra nömrəsi 17-dir. 1s2, 2s2, 2p6, 3s2, 3p5. Xlor rabitə yaradan zaman xarici energetik səviyyəsində 7 elektronu var. 1 elektrona ehtiyacı var 8-ə tamamlamaq üçün və bu zaman deməli əmələ gələn anyonun tam elektron formulu isə 1s2, 2s2, 2p6, 3s2, 3p6. 1 elektron alır. Deməli kalsium katyonu olur. Kalsium 2 müsbət, yəni 2 elektron verir. Xlor isə xlor mənfi 1 elektron alır. Və elektron formulu da anyonda bu şəkildə olur. Dördüncü sualda isə bizə deyir ki, kalium atom modellərindən istifadə etməklə kalium və flor arasında yaranan ion rabitəsinin əmələ gəlməsini sxematik təsvir edin. Kaliumun sıra nömrəsi bildiyimiz kimi 19-dur. Elektron konfigurasiyasını tərtib etdim. Florda isə sıra nömrə 9-dur və elektron konfigurasiyasını tərtib etdim. Kaliumun gördüyümüz kimi metaldır. Xarici energetik təbəqəsində olan 1 elektronunu verir. Baxın, bu 1 elektronu verir. Deməli flora, bu 1 elektron çəkirəm bura. Flor xarici təbəqəsini nəyə tamamlayır? 8-ə tamamlayır. 2s2, 2p5 idi. 1 elektronu alır, olur 2s2, 2p6. Kaliumda isə bu 1 elektron buradan gedir. 3s2, deməli kaliumda olur 3s2, 3p6. Bunu buradan sildim. Florda isə olur nə? 2s2, 2p6 və əmələ gəlmə mexanizmi bu şəkildə göstərmək olar. 5-ci suala baxaq. 5-ci sualda bizə deyir ki, metal və qeyri-metalların elektron formuluna əsasən binar deməli ion rabitəli birləşmələrin formulunu tərtib edin. Baxırıq. Deməli əziz şagirdlər, biz demişik ki, 1-ci, 2-ci, 3-cü qruplarda əsasən boru çıxmaq şərti ilə 3-cü qrupda A qrupları hər biri metaldırlar. Ona görə də baxın 1A qrupu ilə deməli 1A burada qruplar yazılıb da düzdür. 1A qrupu ilə 5A-nın kəsişməsinə baxaq. 1A qrupu ilə 5A-nın kəsişməsi. Və deyir ki, bu zaman metalı biz A ilə işarələyək, qeyri-metalı isə B ilə. Biz dedik ki, binar nomenklatura yaranan, binar quruluş yaranan zaman katyon sol tərəfdə yazılır, anion sağ tərəfdə. Burada metal A ilə işarələsək, katyon deməli A-dır. Metal A-dır. Qeyri-metalı isə B ilə işarələndiyi görə deməli anion B-dir. Birinci qrup metalıdırsa, birinci, ikinci, üçüncü qruplar metaldırlar, boru çıxmaq şərti ilə və yükləri də qrupun nömrəsinə bərabər olur. Deməli, baxın, buradan yazıram. A və B 1A qrupu ilə 5A-nın əmələ gətirdiyi birləşmədən söhbət edirəm. Baxın, bu hissədən. A metal olduğuna görə solda, B qeyri-metal olduğuna görə, anion olduğuna görə sağda yazılır. Birinci qrupun, deməli, metallı yükü elə 1 olur. Yükün ədədi qiyməti yazılır. B-də isə B qeyri-metaldır, 5A. B qeyri-metaldır və burada da neçənci qrupdur? 5A-dır. Baxaq ki, bu özünü 8-ə tamamlamaq üçün 5-ci qrup isə NS2, NP3-dür xarici elektron təbəqəsi. 8-i tamamlamaq üçün 5 elektronu var. Neçəsi çatışmır? 3-ü çatışmır. Bu 3 elektronu alar, çünki qeyri-metaldır. Alarsa necə yüklənər? -3. Və binar nomenklatura yaranan zaman elementlərin üzərində ədədi qiymət yazılırdı. Mənfinin modul qiyməti olur nə? -3. Daha sonra isə bu ədədi qiymətlər üçün əkop tapılır. 1 ilə 3-ün əkop 3-dür. 3-ü bölürəm A-nın deməli ədədi qiymətini A-nın indeksində yazıram. 3 bölünsün 1, 3. A-nın indeksində yazdım. 3-ü bölürəm B-nin ədədi qiymətinə. B-nin indeksində 3 bölünsün 3, 1. Heç nə yazılmır. A, 3, B. Bu şəkildə binar formulu tərtib etmək olar. Daha sonra keçirik 1A qrupu ilə 6A qrupunun kəsişməsi. 1A, 6A qrupu, 1A deməli yazıram A, B. A metaldır. Katyonlar solda, anionlar sağda yazılır. B isə qeyri-metaldır. 6-cı qrupda yerləşir də. 1A qrupu isə yükü nədir? Şərti olaraq 1. Yükün ədədi qiyməti. 6A qrupunda yerləşən elementin xarici elektron təbəqəsində 6 elektron var. Və o özünü 8-i tamamlaması üçün neçə elektron çatmır? 2 elektronu. Qeyri-metaldırsa bu 2 elektron alar və necə yüklənər? 2 mənfi. 2 mənfi yüklənərsə mənfi 2-nin də ədədi qiyməti olur müsbət 2. 2. 1 və 2 üçün əkop tapıram 2. 2-ni bölürəm A-nın deməli ədədi qiymətinə 1-ə, A-nın indeksində yazıram. 2-ni bölürəm 2-yə, B-nin indeksində yazıram. Heç nə yazılmır. A, 2, B. Binar nomenklaturun formulu bu şəkildədir.
Daha sonra birinci qruplu 7-ci qrup üçün formulu düzəldək. A metaldır, B qeyri-metaldır. A solda, B sağda yazılır. Birinci qrupdursa yükü 1-dir. 7-ci qrupdursa özünü 8-i tamamlaması üçün 1 elektron çatışmır. -1, onun da ədədi qiyməti, modul qiyməti olur 1. 1 və 1 üçün ortaq məxrəc elə 1-dir. 1 1-ə bölünür bir dəfə, heç nə yazılmır. 1 1-ə bölünür bir dəfə, heç nə yazılmır. A, B. Daha sonra keçək 2A qrupu ilə 5A-nın kəsişməsi. 2A qrupu, deməli metal 2A qrup elementi isə yükü 2-dir. B-dəki qeyri-metallardan 5A qrupda yerləşirsə, xarici elektron təbəqəsini tamamlamağa 3 elektron çatmır. Yükü deməli 3-dür. 2 və 3 üçün ortaq məxrəc 6. 6-nı bölürəm 2-yə, A-nın indeksinə yazıram 3. 6-nı bölürəm 3-ə, B-nin indeksinə yazıram A3, B2. Daha sonra 2A qrupu ilə 6A qrupu. 2A qrupu A, B. 2A qrupu isə yük 2-dir. 6A qrup elementi də xarici elektron təbəqəsini tamamlamağa 2 elektron çatmır. 2 və 2 üçün ortaq məxrəc 2-dir. 2 2-yə bölünür bir dəfə, heç nə yazılmır. 2 2-yə bölünür bir dəfə, heç nə yazılmır. A, B. Daha sonra A ilə B, A metaldır, ikinci qrup metaldırsa yükü 2-dir. 7A qrup metaldırsa xarici elektron təbəqəsinin 8-ə tamamlaması üçün 1 elektron çatışmır. Yəni 1 mənfi yüklənir. Ədədi qiymət götürdüyümüzə görə də -1-in ədədi qiyməti müsbət 1 olur. 2 və 1 üçün ortaq məxrəc 2. 2 2-yə bölünür bir dəfə, A-nın indeksinə heç nə yazılmır. 2 1-ə bölünür 2 dəfə, B-nin indeksinə yazılır 2. A, B, 2 şəklində binar formul düzəldilir. Daha sonra bizə deməli 6-cı çalışmada belə bir deməli biz daha doğrusu bunun A variantını yazdıq. Düzdür. A variantının cavabını yazdıq. B-də bizə deyir ki, birləşmə əmələ gələn zaman alınan və verilən ümumi elektronların sayını müəyyən edin. Bunu məsələn bir nümunə üzərində yazıram. Bir A qrup elementi ilə 5 üçün yazsaq, A, B. A metaldır, yükü 1-dir. 1A qrupunda yerləşdiyinə görə B qeyri-metaldır, 5-ci qrupda yerləşir. 3 elektron çatışmır tamamlamağa və yükü olur 3 mənfi. Ədədi qiymətini yazsam 3. Elektron, deməli binar nomenklaturanı düzəldən 1 ilə 3 üçün ortaq məxrəc 3. 3 1-ə bölünür 3 dəfə, 3 3-ə bölünür 1 dəfə, formula olur A, 3, B. Bu zaman A normalda 1 elektron verirdi. Burada 3A olduğuna görə 3A deməli yəni 3 dənə A elementi olduğuna görə hər bir A elementi 1 elektron verirsə 3A elementi neçə verəcək? 3 elektron. Deməli A 3 elektron verir ümumilikdə 3A atomu. B isə deməli daha doğrusu ionu, B isə 3 elektron alır və bu şəkildə bunları tamamlayırıq. Məsələn, götürək 2A qrupu ilə 5-i. A, B. 2A qrupu isə yükü 2-dir. 5-ci qrup isə tamamlamaq üçün 3 elektrona ehtiyac var. Yük oldu 3. Formulu düzəldərkən 2 ilə 3 üçün ortaq məxrəc 6. 6 2-yə bölünür 3 dəfə. 6 3-ə bölünür 2 dəfə. Formula oldu A, 3, B. A deməli normalda ikinci qrupda yerləşir. Xarici elektron təbəqəsinin 2 elektronu verir, 8-i tamamlanır. Normalda 1A ionu 2 elektron verir. 3A ionuna söhbət getdiyinə görə 3-ü vururam 2-yə, ümumilikdə A 6 elektron verdi. Və buna uyğun olaraq da B 6 elektron alır. B-nin 1 ionu 3 elektron alır. 2B burada ionu olduğuna görə 2 vurulsun 3, bu da 6 elektron alır. Və bu şəkildə digərlərində formula uyğun olaraq tamamlaya bilərsiniz. 6-cı suala diqqət edirək. X, Y, Z kationların cədvəldə verilmiş anionları ilə əmələ gətirdiyi birləşmə formulunu tərtib edin. Deməli, X3 P bizə verib. Orada binar nomenklaturanın əmələ gəlməsini mən 2 metodunu izah eləmişəm. Biri çarpaz metod, digəri isə əkop tapılması. Çarpaz metoda əsasən deyirdi ki, anionun yükü kationun indeksinə, kationun yükü isə anionun indeksinə yazılır. Kationun indeksi neçədir? 3. Deməli, bu anionun yüküdür. Baxın, yazıram bura 3. Anionun indeksi neçədir? 1. 1-dirsə bu kationun yüküdür. Deməli, kationun yükü oldu 1. Deməli, X-in yükü neçədir? 1-dir. Və deyir, bunun bromla əmələ gətirdiyi. X-in bromla əmələ gətirdiyi formulu müəyyən edin. X-in yükünü tapmışıq 1. Bromdakı üzərində yazılıb -1. Ədədi qiyməti oldu müsbət 1. 1 və 1 üçün, deməli, bunu çarpaz qayda ilə yazıq. 1, deməli, anionun ədədi qiyməti kationun indeksinə 1, kimyada 1 yazılmır. Kationun indeksi isə anionun indeksinə, kationun ədədi qiyməti isə anionun indeksinə, o da 1, kimyada 1 yazılmır. Deməli, formul necə düzəldilir? X brom.
Bu şəkildə. Daha sonra x-in yükünü bildiyi də 1-dir. Keçirik x və kükürdə. X-in yükü 1-dir. Kükürdəki 2 mənfidir. Ədədi qiyməti oldu müsbət 2. 1 və 2 üçün ortaq məxrəc 2. 2 1-ə bölünür 2 dəfə. 2 2-yə bölünür 1 dəfə. Heç nə yazılmır. X2S şəklində olur. Daha sonra x və azot. X-in yükünü tapmışdıq 1. Azotdakı 3 mənfi göstərilib. Ədədi qiyməti olur 3. 1 və 3 üçün ortaq məxrəc 3. 3 1-ə bölünür 3 dəfə. 3 3-ə bölünür 1 dəfə. X3N. Daha sonra keçirik Y elementinə. Y elementi YX xlor 2 əmələ gətiribsə, deməli anionun indeksi katyona, katyonun indeksi aniona. Anionun indeksi neçədir? 2. Deməli bu katyonun yüküdür 2. Katyonun indeksi neçədir? 1. Bu da olur anionun yükü 1. Deməli Y-in yükünü tapdıq 2-dir. Y-in yükü 2-dirsə, gəlin onun bromla əmələ gətirdiyi yükü müəyyən edək. Formulu müəyyən edək. Yükü 2-dir. Bromun yükü mənfi 1-dir. Olur 1. 2 və 1 üçün ortaq məxrəc 2. 2 2-yə bölünür 1 dəfə Y-in indeksinə heç nə yazılmır. 2 1-ə bölünür 2 dəfə bromun indeksinə yazılır 2. Y brom 2. Daha sonra keçək Y-in kükürdlə əmələ gətirdiyi formula. Y-in yükü 2-dir. Kükürd də burada verib 2 mənfi. Ədədi qiyməti olur müsbət 2. 2 və 2 heç nə düşmür yəni. YS. Daha sonra Y və azota diqqət yetirək. Y-in yükü 2-dir, azotun yükü 3 mənfidir, ədədi qiyməti olur müsbət 3. 2 və 3-ün ortaq məxrəc 6. 6 2-yə bölünür 3 dəfə, 6 3-ə bölünür 2 dəfə. Y3 N2. Bu şəkildə formulu tərtib edə bilərik. Sonuncu suala keçək, 7-ci suala. 7-ci sualda bizə atom modelləri verilib və ona uyğun suallar. Hansı elementlər arasında ion rabitəsi yaranar? İon rabitəsi biz dedik ki, metal və qeyri-metal atomlar arasında yaranır. Və diqqətlə baxırıq ki, A-nın xarici elektron təbəqəsində 1, 2, 3, 4, 5 elektron var. Və biz dedik ki, xarici elektron təbəqəsində 1, 2, 3 elektron olanlar əsasən metallardır. 3-dən çox olanlar isə qeyri-metallara aiddir. Təkcə bu bora aid deyil. Yəni, borun xarici elektron təbəqəsində 3 elektron olmasına baxmayaraq qeyri-metaldır. Sıra nömrəsi də deməli 5-dir. Və biz burada görürük ki, A-nın xarici elektron təbəqəsində 5 elektron var. Deməli, A qeyri-metaldır. A ilə məsələn nə arasında yarana bilər? Bir metal götürək. B-də görürük xarici elektron təbəqəsində 1 elektron var. Deməli, B ilə A arasında məsələn yarana bilər ion rabitə. Sonra X-in xarici elektron təbəqəsində 2 elektron var. X metaldır. Y-in xarici elektron təbəqəsində isə 1, 2, 3, 4, 5, 6 elektron var. Məsələn, X ilə Y arasında yarana bilər. Məsələn, A ilə X arasında yarana bilər. A-da görürük xarici elektron təbəqəsində 5 elektron var. X-də 2 elektron. A ilə X arasında metal, qeyri-metal. B ilə də Y arasında. B-nin xarici elektron təbəqəsində 1 elektron var, metaldır. Y-in xarici elektron təbəqəsində də 6 elektron var, qeyri-metaldır. Bunlar arasında yarana bilər ion rabitəsi. B-də deyir ki, bu elementlər arasında bütün mümkün ion rabitələrin formullarını yazın. Birincidə deməli bir metal götürək. Metal dedik sol tərəfdə yazılır. B birinci qrupda yerləşən metaldır. Xarici energetik təbəqəsində 1 elektron var. Yükü də deməli 1-dir. A isə A-ya diqqət yetirək. Xarici elektron təbəqəsində 1, 2, 3, 4, 5 elektron var və qeyri-metaldır. Bu 8-i tamamlamaq üçün neçə elektron almalıdır? 3 elektron. Yükü də olur nə? 3. 1 və 3-ün ortaq məxrəc 3-dür. 3 1-ə bölünür 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. Heç nə yazılmır. Formula olur B3A. Deməli, B ilə A arasında yazdıq. Sonra A ilə B-ni yazdıq. X ilə Y arasında diqqət yetirək. X-in xarici elektron təbəqəsində 2 elektron var. Bu 2 elektronunu verərək metaldır. Yüklənir 2, müsbət 2. Y-in xarici elektron təbəqəsində 1, 2, 3, 4, 5, 6 elektron var. 2 elektron alaraq mənfi 2 yüklənir. Onun da ədədi qiyməti olur 2. 2 və 2 üçün ortaq məxrəc 2-dir. 2 2-yə bölünür 1 dəfə, 2 2-yə bölünür 1 dəfə. Formula olur X, Y. Daha sonra diqqət yetirək A ilə X arasında. X metaldır. Yəni sol tərəfdə yazılır. Katyon sol tərəfdə. Yükü oldu 2. İkinci qrup metaldır. A isə qeyri-metaldır. Xarici elektron təbəqəsində 5 elektronu var. 8-i tamamlamaq üçün 3 elektron çatmır. Ona görə də yüklənir neçə? 3 mənfi. Ədədi qiyməti olur 3. 2 ilə 3 ortaq məxrəc 6. 6 2-yə bölünür 3 dəfə. 6 3-ə bölünür 2 dəfə. Formula olur X 3 A2. Daha sonra isə B ilə Y. B
metaldır. Birinci qrupda yerləşir, yükü 1-dir. Y-in xarici elektron təbəqəsində 6 elektron var. 8-i tamamlaması üçün 2 elektrona ehtiyacı var. Yəni 2 elektron alar, -2 yüklənər, 2 mənfi yüklənər, ədədi qiyməti olur 2. 1 və 2 üçün ən kiçik ortaq məxrəc 2. 2 1-ə bölünür 2 dəfə, 2 2-yə bölünür 1 dəfə. Formula olur B2Y. Bunu da bu şəkildə yazdıq. C variantında isə sualda deyir ki, İyon rabitəli birləşmələrdən birinin əmələ gəlmə sxemini tərtib edin. Məsələn, deməli, yazaq ki, nə yazaq? X ilə Y yazaq məsələn. X, Y idi formulu 2 2. Xarici elektron təbəqəsində X-in 2 elektronu var. Baxın, X-də xarici elektron təbəqəni, iyon təbəqəsini yazaq. Birinci, ikinci, üçüncü energetik səviyyə. Birinci energetik səviyyədə bu nüvədir. Birinci energetik səviyyədə 2 elektron, ikinci energetik səviyyədə 1, 2, 3, 4, 5, 6, 7, 8 elektron, üçüncü energetik səviyyədə 2 elektronu var. Y-in isə xarici elektron təbəqəsində 6 elektronu var və 8-ə tamamlamaq üçün bu nüvədir. İkinci elektron təbəqədə 1, 2 elektron, 1, 2, 3, 4, 5, 6 elektronu var və rabitə yaranarkən biz dedik ki, metallar elektronlarını verir. Bu 2 elektronunu verir və deməli qeyri-metal tamamlanır nəyə? 8-ə. Bu xarici elektron təbəqə buradan silinir. Və formul nə olur? Formul olur nə? 1s2, 2s2, 2p6 şəklində olur. Qeyri-metallarda. Qeyri-metalda isə 1s2, 2s2, 2p6. Əvvəl 2p4 idi, oldu 2p6. Bu şəkildə iyon rabitə yaranma sxemini təsvir edə bilərik.